Hər vaxtınız xeyir. Bu günləri biz 9-cu sinif din buraxılış suallarına baxacağıq. Deməli 61-ci sualdan baxaq. 61-ci sualda 2 çoxluq verilib. Burada A çoxluğu, B çoxluğu A ilə B-nin birləşməsini istəyir. A ilə B-nin birləşməsində deməli biz bilirik ki, A ilə B-nin bütün elementlərin birgə götürməliyik. Deməli onda olacaq 1, 2, 3, 4, 5, 7, 8, 9. Deməli, onlar 61C variantı. Gələk 62-ci sualımıza baxaq. O x oxuna nəzərən M-3, 5 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Biz bilirik ki, o x-a nəzərən simmetrik deyəndə x olduğu kimi qalır, y-i dəyişir. X olduğu kimi qalacaq, y-in işarəsi dəyişir. Müsbət 5 idi, oldu -5. Cavab burada da 62-də də cavab olar C variantı. Deməli, növbəti sualımıza baxaq. 63-ə baxaq. Koordinat müstəvisində ABCD kvadratının təpə nöqtələri verilib. D nöqtəsinin koordinatlarını tapaq. Gələk tapaq. Deməli, 63-cü sualımızda koordinat müstəvisi çəkək. Bu bizdə olsun. Deməli, koordinat müstəvisi, y oxu, x oxu, bura isə koordinat başlanğıcı, o nöqtəsi. Deyir ki, A-nın koordinatları -2, 3-dür. Bura olsun -2, y-i də 3-dür. A nöqtəsi bu nöqtədir. Bura oldu A nöqtəsi. B nöqtəsi 4, 3-dür. X-i 4-dür. 4 bura olsun. Y-i də 3 var bizdə buradır. Sonra gəldik, baxdıq. B nöqtəsini qeyd elədik. Sonra gəldik, baxdıq. A nöqtəsi, B nöqtəsini qeyd elədik. C nöqtəsi 4, -3. X-i 4-dür. Y-i -3-dür. -3 də bura qeyd eləsək. 4 ilə -3. C nöqtəsində koordinatı oldu bura. İndi bizə deyir ki, D nöqtəsini tap. Bu da bizdə deyir kvadratdır. Kvadratdırsa, deməli, eyni məsafədə olmalıdır. Onda haradasa bu nöqtəmiz də burada olmalıdır. Bizim D nöqtəsinin təpəsi x oldu -2, D-nin. X oldu -2, y də olar -3. -2 ilə -3, 63 oldu Y variantı. Deməli, 63-cü sualımız oldu Y variantı. Gələk 64-cü sualımıza baxaq. Deməli, 64-cü sualımıza baxaq. Adi tənlikdir, sadə hesablama. Deməli, 64-də 2002 çıxılsın 1002, x bərabərdir 1000-ə. Azalan çıxılan fərq, çıxılanı tapanda azalandan fərqi çıxmaq lazımdır. 1002 x bərabərdir. 2002-dən 1000 çıxanda yenə 1002, x bərabərdir 1-ə. Cavab oldu 1-də, deməli, Y variantı. 64-cü sualımızda da cavab nə oldu? Y variantı oldu. Y variantı. Gələk, baxaq 65-ci sualımıza. Görək 65-də bizdən nə istəyir? 65-də deyir ki, AOB açıq bucaqda AOC, COD və DOB üçü də bir-birinə bərabərdirsə, təbii ki, bunun hərəsi 3-ü bir yerdə açıq bucaq 180 olduğuna görə 3-ü də bir-birinə bərabərdirsə, hərəsi 60 dərəcə olar. 60 dərəcədirsə, hərəsi bizdən haranı soruşur? COD-ni soruşur. Elə o da oldu 60 dərəcə D variantı. 65-ci sualımız. 66-cı sualımıza baxaq. 66-da deyir ki, 3 vurulsun. 66-da 3 vurulsun, 3 çıxılsın, x məxrəcdə, 4 vurulsun, x çıx 3. Biz bilirik ki, 3 çıx x, x çıx 3-də əgər ortada çıxma işarəsidirsə, toplamada sadəcə yerləri dəyişə bilirik istədiyimiz kimi. Amma çıxma olanda yerlərini dəyişəndə işarə dəyişir, qarşıya bir mənfi atırıq.
Burada aşağıda ya yuxarıda fərqi yoxdur. Mənfi olsa olsun 3-x. Sürət də həmin qayda ilə 3-x-dir. Burada 3-x-lar ixtisar getdi. -4/3 cavab olar 66-da A variantı. Gələk 67-ci sualımıza baxaq. Burada da sadə hesablamadır. 67-ci sualımızda -2 moduldan çıxanda olacaq -2 vurulsun. -3 moduldan çıxanda -3 üstə gəlinsin. -1-in üstü 7 tək dərəcə olduğuna görə elə -1 oldu. Vurulsun. Mötərizənin içindəki moduldan -2-dən -2 çıxır. Çıx. Burada da 2 var. 2-dən 2 çıxanda 0 eləyir. 0-ı -1-ə vuranda apardı. 0-a yox oldu. 2 dəfə də 3 bərabər olacaq 6-ya cavab oldu A variantı. Gəlib 68-ci sualımıza baxaq. Deyir ki, 20-də 17 adi kəsirini faizlə ifadə et. Bilirik ki, ədədi faizə çöndərəndə 100-ə vurmaq lazımdır. 20-də 17 vur 100. Burada 20 ilə 100-ü ixtisar aparaq bir dəfə 5 dəfə. 5-i də 17-yə vursaq 85 eləyər. 85%. Cavab olar 68-də B variantı. 69-a baxaq. Kitab, dəftər və qələm birlikdə 16 manatdır. Hər birinin qiyməti 2 manat bahalaşdı. Kitabdır, dəftərdir, bir də qələmdir. Üçü bir yerdə 16 manatdır. Hər biri 2 manat bahalaşdı. Kitab 2 manat bahalaşmında kitab üstə gəl 2. Dəftərdə 2 manat bahalandı, üstünə 2 gəldi. Qələmdə 2 manat bahalaşdı. Kitab, dəftər, bir də qələm. Üçü bir yerdə 16 manat idi. Üstünə də 2 manat, 2 manat, 2 manat, 6 manat gələndə 22 manat olar. Burada da cavab olaraq D variantı. 69-cu sualda D variantı. 70-ci sualımıza baxaq. 70-ci sualda. 2 ardıcıl tam ədədin hasili bunlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən 34 vahid kiçikdir. 70-ci sualımızda. 2 ardıcıl tam ədədin hasili ardıcıl ədədlər biri n-dir, biri n plus 1-dir. Bundan sonraki gələn 2 ardıcıl tam ədədin hasilindən 34 vahid kiçikdir. Bundan sonraki gələn bilirik ki n plus 2, bir də n plus 3-dür. İndi bizdə deyir ki, bax bu hissə bundan 34 vahid, 34 vahid kiçik. Deməli, kiçiyin üzərinə 34 gəlsək, böyüyə bərabər olar. İndi burada mötərizəni vuraq, sadələşdirək, oldu. N-in kvadratı üstə gəl n, üstə gəl 34 bərabərdir. N-in kvadratı üstə gəl 3n, üstə gəl 2n, üstə gəl 6. Üstə gəl 6 olar. N kvadratları hər tərəfdən silək. 3n üstə 2n 5n. 5n-dən n çıxanda qaldı bizdə 4n bərabərdir. 34-dən də deməli 6-nı çıxanda 28. N də bərabər olar 7-yə. Bizdən kiçik ədədi soruşun deyirdi, tapın deyirdi. Onda kiçik ədəddə elə n olduğuna görə 7y variantı olar. 71-ci sualımıza baxaq. 71-də. Deyir ki, M-in və Y parçaları O nöqtəsində kəsişir. Deməli, baxaq, şəklimizi çəkək. Belə şəkildir, deməli. Deməli, bizə deyir ki, O nöqtəsində kəsişir və O nöqtəsində yarıya bölünür. Bura M, Y'dir, bura O kəsişmə nöqtəsi O'dur, N'dir, burada F'dir. İndi deyir M-Y 9-dur, bu hissə 9-dur. M-in 16-dır. M-in 16-dırsa, kəsişmə nöqtəsində yarı bölünürsə 8-8-dir. YF 10-dur. Kəsişmə nöqtəsində yarı bölünərsə 5-5 olacaq. Bizim qaydamız var ki, qarşılıqlı bucaqlar həmişə bir-birinə bərabər olur. İndi 2-3 bucaqda T, B, T əlamətinə görə
Yəni bir üçbucağın iki tərəfi, bax bu üçbucaqda da 5 və 8-dir tərəf və bu birisi üçbucaqda da 5 və 8-dir. Və onlar arasında qalan bucaq eynidirsə, onda bu üçbucaqlar bərabərdir. Yəni MY 9-dursa, onda NF-də məcbur 9 olacaq. N o F-in perimetrin soruşduğuna görə P bərabərdir 8 üstəgəl 5 üstəgəl 9 olar. Bu da bərabər olacaq. Deməli 13 22-yə. 22 71 olar B variantı. Gəldik baxaq 72-ci sualımıza. İki kitabın qiyməti 78 manatdır. Kitablardan biri o birindən 5 dəfə bahadır. Çox sadə sualdır. 72-də. Biri X-dır, o birisi bundan 5 dəfə baha 5X-dır. İkisi bir yerdə 78 manatdır. 6x bərabərdir 78, x da bərabərdir 13-ə. Ucuz kitab neçədir? 13 manat. O birisini soruşsaydı 13 5-ə vurub deyəcəkdik 65. Ucuz soruşduğuna görə A variantı oldu. Gələk baxaq 72-ci sualımızdan sonra 73-cü suala. 73-cü suala. Bu da sadə hesablamadır. Sürət müxtəsər vurma düsturudur. Bir dəfə 53 çıx 13, bir dəfə 53 üstəgəl 13 kimi hasili yazırıq. Gəldik məxrəcdə isə yenə 40 çıx 26-nı bir dəfə yazaq 40 çıx 26, bir dəfə 40 üstəgəl 26, digər hissəni olduğu kimi 66 vur 56. Sürətdə olacaq bizdə 40 vurulsun 66 sürətdə oldu. Məxrəcdə isə 40-dan 26 çıxanda 14 vurulsun 40-ın üstə 26 gələndə 66 üstə gəl 66 vur 56. Məxrəcdən indi 66-nı mötərizə xaricinə çıxartsaq 66 vurulsun olur 14 üstə gəl 56. Sürətdə isə 40 vurulsun 66. 66'lar ixtisar gedər. 14-ün üstünə 56 gələndə 60 eləyir. Deməli, məxrəcimiz oldu 60, sürətimiz oldu 40. 20-yə ixtisar aparanda 3-də 2 qalar. 3-də 2. Haradasa mexaniki səhv elədik. Baxaq, deməli, görək harada səhv eləmişik. 53 çıx 13, 53 üstə gəl 13 sürətimizdir. 53-dən 13 çıxanda 40, 53-ün üstə 13 gələndə 66. Sürəti düz yazmışıq. 40 çıxılsın 26-da, bir dəfə də 40 üstə gəl 26 olur. 40-dan 26 çıxanda 14, 40-ın üstə 26 gələndə 66. 66. Deməli, üstə gəl 66 vur 50, deməli 66 vur 56. Məxrəcdən 66-nı mötərizə xaricinə çıxardanda 14 üstə gəl 56. 60 məxrəcimiz bizdə 70 eləyir, 60 eləmir. 14-ün üstə 56 70. Burada deməli ona ixtisar aparanda 7-də 4 qalar. Deməli ona ixtisar aparanda bizdə qalar 7-də 4. Dəqiqə onu səliqəli yazaq. Bərabərdir. 70-də 40. Bunda ona ixtisar aparanda bərabər olar 7-də 4-ə. 7-də 4 də bizdə C variantıdır. 73 oldu C variantı. Gələk 74-cü sualımıza baxaq. 8 saata 480 kilometr yol gedən kater həmin sürətlə 6 saata nə qədər gedər? Bu da adi tənasüb məsələsi ilə eləyək getsin 74-də. Çünki sürət eynidir də, sürət dəyişmirsə, az saata az yol gedəcək, çox saata çox yol gedər. Düz mütənasibdir, yəni 6 saata da nə qədər yol gedər? X yol gedər. X bərabərdir 6 vuraq 480-ə bölək 8-ə. Bir dəfə 6 dəfə 36. 360 kilometr yol getmiş olar. Deməli 74-də cavab olacaq D variantı.
Gələk 75-ci sualımıza baxaq. Qarşılıqlı sayda olan A plus 5 və B ədədlərinin əkobu 420-dir. Qarşılıqlı sayda ədədlərin əkobu onların hasilinə bərabərdir. Yəni, A plus 5 vurulsun B bərabərdir 420-yə. AB üstəgəl A vur B üstəgəl 7, B-ni də özü verib 450. Aha, gələk baxaq bunu sadələşdirək. A-nı B-yə vuranda oldu AB üstəgəl 5B bərabərdir 420. Digəri isə AB üstəgəl 7B də bərabər 450. Aha, buradan yuxarı sıranı mənfi 1-ə vuranda mənfi olacaq. Bunlar getdi islah. 7B-dən 5B çıxanda 2B bərabərdir. 450-dən 420-ni çıxanda 30. B bərabərdir 15. B bərabər oldu 15-ə. Cavabımız da oldu 75D variantı. 75D variantı. 76-cı sualımıza baxaq. 76-cı sualda. Mərkəzi O olan çevrədə A, B, O 30 dərəcə. Deməli, dəqiqə 76-ya baxaq. Deməli, bizdə çevrədir. Bu bizim çevrəmizdir. Bucaqları da çəkək. Daxilə sökənmiş bucaqdır. İsə mərkəzi bucaqdır. Deməli, bizim indi bucaqlarımızdan verib, bu künc bucağı verib 30. Bu birisi künc bucağı verib bizə 24. Biz bilirik ki, bura daxilə sökənmiş bucağa bir x desək, onda mərkəzi bucaq 2x-dir. Bu 3 bucaq şəklində, bax bu fiqurdan bizim qaydamız var ki, içərilərin cəmi bu 2x-a bərabər olur. Onda oldu 30-un üstə 24 gələndə. 54 üstə gəl x bərabərdir 2x-a. 2x-dan x çıxanda x da bərabərdir 54-ə. Bizdən soruşur BAC-ni. B buradaydı. A buradadır, C burada. Yəni elə x-i soruşur. 76-cı sualda. O da elə olar 54 dərəcə açıq sualdır. 76-cı sualda. Gələk baxaq 77-ci sualımıza. Deyir ki, y bərabərdə ax kvadratı üstəgəl bx üstəgəl c kvadratik funksiyasına əsasən a plus b plus 3c-ni tapıb. Gələk baxaq 77-də. Deməli, bizdə funksiyamız bu şəkildədir. Kvadratik funksiya ax kvadratı üstəgəl bx üstəgəl c şəklindədir. İndi buradan bizə baxırıq ki, qrafikdə 1 ilə 1-də kəsib. 1 ilə 1-də kəsibsə, bu şəkildədir. Bura 1-dir, bura da 1-dir. Bizim bilirik ki, x oxun kəsən anda y 0-dır, y oxun kəsəndə x 0-dır. Deməli, bizim bu nöqtələrimiz bu şəkildədir. X-i 1 olanda y 0-dır, y 1 olanda x-i 0-dır. Gətirək qoyaq yerinə, buradan hərflərimizi tapaq. Deməli, x-in yerinə 0 qoyanda 0, 0, y-in də yerinə 1 qoymalıyıq. Deməli, belə çıxdı ki, bizdə c 1-dir. C-ni tapdıq. C bərabər oldu 1-ə. İndi gətirək, C-nin yerinə 1-i artıq yazdıq. İndi gətirək biz y-in yerinə 0 qoyaq, x-in yerinə 1 qoyaq. Deməli, y-in yerinə biz qoyuruq indi 0, y-in yerinə 0, x-in yerinə 1 qoyuruq. 1 qoyuruq. C də bizdə 1-dir. Deməli, onda bizdə oldu 0 bərabərdir A üstəgəl B üstəgəl C-nin də cavabı 1-dir. Yəni, A üstəgəl B bərabər oldu -1-ə. Yəni, bu 0-dan 1 çıxanda -1-ə bərabər oldu.
İndi bizə deyirdi ki, A üstəgəl B üstəgəl 3C-ni tap. Bərabərdir. A üstəgəl B-nin cavabı -1-dir. Üstəgəl 3 vurulsun C-nin də cavabı 1-dir. Bu da cavab olar 2. Deməli, 77-ci sualda açıq sual idi, funksiya idi, kvadratik funksiya, cavabı da oldu 2. 78-ci suala baxaq. Yolun 16'da 9 hissəsi təmir olunduqdan sonra 77 qaldı. 77 təmir olunmamış qaldı. Biz bilirik ki, birində təmir olunmuşdu, birində olunmamışdı. Olunmuşla olunmamışı hesablamaq olmaz. Burada da təmir olunmamış hissəni tapmalıyıq. Biz 16'da 9'u təmir olunubsa, deməli 16'da 7'si təmir olunmayıb. Həm də 77'si təmir olunmayıb. Deməli, elə yolun 16'da 7'si 77 deməkdir. Yolun uzunluğu da bilirik ki, 16'da 16 deməkdir. Bunu da nə götürək? X götürək. 16'da 16 1 deməkdir. X bərabərdir. 77 vur 1 bölünsün 16'da 7. Vurulsun tərsinə 7'də 16. Bir dəfə, 11 dəfə. 16 vur 11'i də hesablasaq. 6, 1, 6, 1, 176. Yolun uzunluğu nə qədər imiş? 176 kilometr imiş. 78-ci sual. Gələk 79-cu sualımıza baxaq. Ölçüləri 6, 8, 10 olan düzbucaqlı paralelipipedin həcmini, düzbucaqlı və paralelipipedin həcmi V bərabərdir 79'da. V bərabərdir A vur B vur H düsturu ilə hesablanır. Yəni ölçülərin üçünü də bir-birinə vurmalıyıq. 6 vur 8 vur 10. Bu da eləyər 48, sonunda 1 0. 480 deməli həcmi olar 480. Sonra gəldik baxdıq 80-ci sualımıza. 80-ci sualımıza baxdıq. Bizə deyir ki, A parametrinin hansı qiymətində mənfi A çıxılsın 3x böl 2 kiçikdir -1 bərabərsinin həllər çoxluğu -4 müsbət sonsuzluq olar. Bunu adi qayda ilə çarpaz vurub yazaq. X-i tapaq. Deməli, mənfi A çıxılsın 3x kiçikdir -2-dən. 3x böyükdür. Deməli, bu üzə keçəndə mənfi A üstəgəl 2-dən. X da böyükdür. Mənfi A üstəgəl 2 böl 3'dən. İndi bizə deyir ki, 4 müsbət sonsuz, -4 müsbət sonsuzluq olsun. Bu necə olsaydı? X böyükdür, -4 olsaydı da -4 müsbət sonsuzluq olardı. Deməli, onda, bax elə bu ifadə nə deməkdir? Bərabərdir -4'ə. Bunu da çarpaz həll eləsək, mənfi A üstəgəl 2 bərabərdir 12. A da bərabərdir, deməli, neçə? 14'ə. Deməli, mənfi A bərabərdir 12 10'a. A bərabər oldu -10'a. Bircə dəqiqə yer çatmadı yazmağa. Bircə dəqiqə. Deməli, bu hissəni sildik. Deməli, bizdə burada -12'dir. Bərabərdir -12'dir. Çünki 3'ü -4'ə vurub 12 yazmışam. -12. Mənfi A bərabərdir. -2 sağa keçəndə 2 sağa keçəndə -2 olacaq. -14. A da bərabərdir. Adi 14'ə. 14. Açıq sual idi. Bu da 14. Keçək 81-ci sualımıza. 81. Bu da sadə sualdır. 9 üstü 2'də 1 kök altında 9 deməkdir. Üstəgə 25 0,25 %25 deməkdir. %25. Bunun da qüvvətində verib -1. Üstəgə 32 2 üstü 5 deməkdir. Bunun da qüvvətində verib 0,6. 9'dan 3 çıxdı. 25 ilə 100 ixtisar gedəndə 4'də 1. Kəsirin qüvvəti mənfidirsə, kəsir tərsinə çönür. 1'də 4 olur, 4 olur. Üstəgə 2 üstü qüvvətlər də mötərizə ilə olanda vurulur. 2 üstü 3 deməkdir. Bu da oldu 7 üstəgə 8, 15. Açıq sual idi. 81-ci sual.
Cavabı oldu 15. 82-ci sualda. 82-ci sualda şirkət mühafizəçisi, deməli, bax, 82. Şirkət mühafizəsi işində çalışan işçilərdən Namiq müəyyən saat gündüz vaxtı, Qurban isə müəyyən saat gecə vaxtı növbədə dayanır. Həmin Namiq hər saata 30 manat, Qurban isə hər saata 45 manat qazanır. Bu iki işçi bir sutka ərzində 14 saat işlədi. Deməli, Namiqin işin x-la götürək, işlədiyi saatı. Qurbanın isə işlədiyi saatı y-lə götürək. İkisi bir yerdə cəmi 14 saat işləyib. İkisi bir yerdə nə qədər işləyib? 14 saat. İndi deyir ki, Namiq hər saata 30 manat qazanır. Məsələn, 1 saat işləyəndə x saatı x-la götürmüşük. 1 saat işləyəndə 1-i vurarıq 30-a, 2 saat işləyəndə 2-ni vurarıq 30-a. Deməli, bilmirik neçə saat işləyib, pulu tapmaq üçün 30-u vurarıq x-a. Üstə gələrik. Qurban isə hər saata 45 manat aldığına görə 45-i vurarıq y-ə. Cəmi nə qədər pul qazanıblar? 510 manat. 510 manat. Gələk baxaq. Buradan deməli, hər tərəfin aşağının 15-ə ixtisar eləyə bilərik. 15-ə ixtisar eləsək, x plus y bərabər olur 14-ə. 15-ə ixtisar eləyəndə 2x üstə gəl 3y bərabərdir. Deməli, 510-u 15-ə ixtisar eləsək, görək neçə düşər? 15-ə. 510 bölək 15-ə 3 dəfə 45, 34 düşər. Bərabər olar 34-ə. Aha, adi təmin etdiyi sürəti vuraq mənfi. Yuxarı hissəni vuraq mənfi 3-ə. Olacaq mənfi 3x çıx 3y bərabərdir mənfi 42. 2x üstə gəl 3y bərabərdir 34. 3y-lər getdi. Burada qaldı mənfi x bərabərdir 8-ə. Mənfi 8-ə, x-a bərabərdir 8. Bizdən kimin Namiqin gün ərzində neçə saat? Namiq elə x olduğuna görə Namiq gün ərzində 8 saat işləyib. 82-ci sual. 83-ə baxaq. ABCD paralleqramının 83. ABCD paralleqramının A bucağının tənböləni paralleqramı çəkək. ABCD. Aha. Deməli, B təpəsinin A bucağının tənböləni onun BC tərəfini B tərəfindən başlayaraq 3-2 nisbətində bölür. Bax, A bucağının tənbölənidir. Bax, bura tənböləndir. 3-2 nisbətində bölür. Yəni, bura 3K-dır, bura 2K-dır. İndi bizə deyir ki, AB 18. Biz bilirik ki, paralleqramda tənbölən varsa, bərabər yanlı 3 bucaqdır. Bura 18 isə, bura da 18-dir. Onda belə çıxdı ki, 3K 18-dirsə, K bərabərdir 6-ya. Bizdən nəyi soruşur? İndi burada paralleqramın perimetri. K 6 olanda 3K bura, 2K bura, 5K eləyir. 5 dəfə də 6, 30. Deməli, bu tərəfdə 30-dur, bura 18-dir, bu tərəfdə BC-də 30-dur. Perimetri tapanda P bərabərdir 30, 30, 60, üstə gəl 18, 18, 36, 96. Bütün tərəflərin cəmidə perimetri 96 olar. Gələk baxaq, deməli, 84, 85-ci sualımıza. 84-cü sualdan baxaq. 84-də. Deyir ki, ABCD düzbucaqlı formasında olan çərçivənin perimetri 52-dir. Çərçivənin hər tərəfindən 2 cm saxlamaqla şəkil üçün ayrılan hissənin sahəsi 84-dür. ABCD çərçivəsinin sahəsini tapın. Gələk baxaq. Bura olsun
Deməli, bizdə bura olsun x, bura olsun y. Onda perimetri bizə deyir 52-dirsə, onda olacaq 2x üstə gəl 2y bərabərdir 52, x üstə gəl y bərabər 26. Bu cavabımızı biz saxlayaq hələ ki. İndi gələk baxaq. Buradan 2 sant kəsəndə, buradan 2 sant kəsəndə, deməli 4 sant kəsilmiş olur. Balaca çərçivəni olur x çıx 4, eni, x çıx 4. Gəlib baxaq, deməli uzunluq hissəsinə. Yenə buradan bura y idisə, 2 santı buradan kəsib, buradan kəsəndə burada olacaq y çıx 4. İndi bizə deyir ki, bax bu şəkil olan yerin sahəsi 84-dür. Yəni x çıx 4 bilirik ki, düzbucağının sahəsi enini uzunluğuna vurmaqdır. Bərabərdir 84-ə. Bunu vurub atsaq, x, y, çıx 4x, çıx 4y, üstə gəl 16, bərabərdir 84-ə. Buradan x, y çıxılsın, 4-ü mötərizə xaricinə çıxardanda x üstə gəl y, bərabərdir 84-dən də 16-nı çıxanda 14-dən 6-sın 8-i, 7-dən 68 qalar. X plus y-in cavabı bizdə 26 var. Bunun cavabı 26-dır. Onda x, y bərabərdir 68 üstə gəl 4 vurulsun 26. Buranın cavabı eləyər 24, 4, 2 yadda. 4 dəfə 2, 8, 2 də yadda 10, 104. 104-ün də üstə 68 gələndə 172. Əssalam. Deməli, 84-cü sualımızın cavabı 172 olar. 85-ci sonuncu suala baxaq. 2 tərəfi 5 və 7, 3-cü tərəfi natural ədəd olmaqla üçbucaqlar içərisindən ardıcıl olaraq təsadüfən seçilmiş iki üçbucaqdan birinin bərabər yanlı, birincinin bərabər yanlı, ikincinin isə müxtəlif tərəfli olması hadisəsinin ehtimalını tap. Gələk 85. Üçbucağın iki tərəfi 5 və 7-dirsə, üçüncü tərəf bilirik ki, bunların fərqindən böyük, cəmindən isə kiçik olmalıdır. 12-dən kiçik. Deməli, tərəfimiz nə ola bilər? 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11 ola bilər. İndi 11 ola bilər. Bizə deyir ki, 2 dənə ardıcıl ard-arda çıxarırlar. Birincisi bərabər yanlı olsun. Cəmi neçə üçbucaq qurmaq mümkündür? Bir tərəfi 5, bir tərəfi 7 olanda bir tərəfdə bunlardan biri olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə üçbucaq qurmaq mümkündür. Bərabər yanlı olması isə 2 variantdır. Yəni bir 5 olanda bərabər yanlı üçbucaq olur. Bir də bu 7 olsa bərabər yanlı. Deməli oldu 9-da 2. Vurulsun. Ardıcıl çıxardanda tutaq ki 5 idi çıxartdığımız. Variantın biri azaldı. Üçbucaq qurma ehtimalımız neçədən oldu? Deməli, oldu 8 dənə. 8 dənə. İndi müxtəlif tərəfli olması üçün 5 gedib 7 də olmaz da. 1, 2, 3, 4, 5, 6, 7. Bu da olar 8-də 7. İndi buradan bir dəfə ixtisar eləyəndə 4 dəfə. Bərabər oldu 36-da 7. 2 üçbucağın çıxma ehtimalı oldu 36-da 7.